Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Umum Azerbaycanımızı bütün gurbette yaşayan kardeşleri salamlayıram. Bugün 3 may 2026. Gəncə mal bazarı çəkilişinə başlamışıq. İnşallah güzel bir kadro çəkəcəyik, bakarsınız. Kardeşim bak belə bir nəyi var, gördüğünüz kimi. Balası hansıdır olur? Kaka balası mıdır? Bunun balası. Hansıl balası? Maşallah ki. Bu ne sence karındı? İkinci. Sütün adı? 14. Balası nedir? Erkek kişi? Erkek. Kıymeti nedir? Neçə? 4500 lira. Güzel. Bu ne sence karındı? Üçüncü karın. Balası dişidir ha? Sütü nedir? Süt 12. Güzel. Ben bu kimindi? Bu ne sence karındı? Birinci karın. Balası bu karadır. Erkek. Sütü nedir onun? 45'e. Üçüncü karın 45'e. Sütü Sütü 11 litre tertemiz. 11 litre. Kıymeti nedir? Kıymeti 31. 3100 lira. Allah hayırlı bazar versin. Bak gördüğünüz kimi. Buyurup bakabilirsiniz. Kasmalı zat da var. Balası dişidir. Bunun sütü ne kadardı? Neçə? 5 litre. Ne sence karındı? Bir. Kıymeti nedir? 2007. Ben bu ne sence karındı? O da birinci karın. Sütü nedir onun? Onun sütü 9 litre. 9. Balası erkek kişi. Erkek. Erkek. Sen balayın canımı çek. Fermamızı çeker. Balayın canına gel. Bir çek boy. Bayağı dikkat et. Bu ne sence karındı? De bu kara. Karada üçüncü karın. Balası dişi de ha onun. Sütü nedir? 8 litre. 8 litre. Kıymeti nedir? Kıymeti 30'sa. 3300 lira. Da bu ne sence karındı? O da ikinci karın. Sütü nedir bunun? Sütü 9 litre. Balası dişi ha? Erkek. Erkek. Kıymeti nedir? Kıymeti 30'sa. 3300 lira. Satışı 4. Allah hayırlı bazar versin. Ünvanımız Qəhrəman Tərtərdadır, heyvanlarımız. Bildiyiniz kimi. Erkek değil mi? Çok sütlü diyor. Baş yaşamdan almış. 10-29 yardım verir. Bu da sütlü. Kardeşim bak böyle bir neyi var. Gördüğünüz gibi. Bu bende bir örnek. Gel bülbülüdür o. Bu ne? Yok ağam ben sevmem. Adamam ağam. Bu ne sence karındı? Altıncı balası. Ha? Altıncı balası. 6. Hara malıdır bu? Ha? Hardan götürsün? Bu Şemşir'den. Lan Şamkir'deki izleyiciler sana. Maşındaki balondu. Ha. Erkek dişi. Dişidir. Sütü nedir bunun? Sütü 16 litre. 16 litre. Kıymeti nedir? Kıymatı 3800. 3800 lira. Öz kapı malındır. Allah hayırlı bazar versin. Sağ ol, sağ ol. Emin müəllimdir. Dana emin müəllim. Allah canını sağ eləsin. Çək dana onu da özün də çəkir. Çəkir tamam. Ne olacak?
Neçə günlükdür balası? Balası 5 günlük. Südlü bulama? İndi südə çöl. Südə çörülür. Xeyirli bazar olsun. Sağ ol, sağ ol. Bu neçənci qarındır bu heyvanın? Üçüncü qarındır. Üçüncü. Südü nədir? 22 litr. 22 litr. Qiyməti nədir? Qiyməti 5'e deyirəm. 5 minə deyirsiniz. Hardan gətirmisən bu malı? Bakı çok qayıt. Bakı Sumqayıt. Allah xeyirli bazar versin. Nömrə verə bilərəm. Ver ver. Problemdə yoxdur. Bəhərin də alıbdır. Nə qədər vaxt alıb bəhri? Adata 2 aydır bəhər alıbdır. 2 aydır? 3 ay. 3 aydır. Xeyirli olsun. Sağ ol, qayıt oldu. Narahat olma. Əgər bax belə bir nəyi var. Gördüyün kimi. Balası erkək kişi. Neçə günlükdür balası? 10 gün. Südə çörülüb da. Neçənci qarın? 4, 5, 4. Qiyməti nədir qaqa? Kıymet 2700. 2700. Südlü bu neçənci qarın? Ha 5, 4-cü qarın. Allah soruşduq, balası da 10 günlük. İki balası var. Allah bərəkət versin. Qiyməti 2700. Allah bazar versin. Qardaşım bax belə bir nəyi var. 14. Balası erkək kişi. Təzə doğub. Nə qədərlikdir balası? 4 gün Südlü bulama? Bulamadır. Qiyməti nə oldu bunun? 3 yarıma. Qaqa bu neçənci qarındır? Birinci qarın? Bir yayına doğu. Nə qədər südü var bunun? Südami verib 6 litr. Məmələrinə 6 litr. Maşallah olsun. azad oldu. Dişidir, Balası neçə günlükdür? dişidir balası. Yəni bir həftədir. Südlü bulama? Hələ sönüsün. Çönüf. 6 litr dedin. Qiyməti nədir? Qiyməti əmi 26-ya deyil. 2600 manata deyirsin. Yəqin ki 25'də də olar fikir. Allah xeyirli olsun. Heyvan Bərdər rayonu Gələnə kəndindədir. Yəni bildiyiniz kimi. Bunlar kimindir? Allah pazarını versin. Kardeşim bak böyle bir neyi var. Gördüğünüz gibi. Balası dişi. Ne kadar içi balası bunun? Neçədir verir? Bunun balası ne kadar içi? Bülək. Derim yani biraz tez derim. Balası ne kadar içi? Balası. Salam salam. Yani ben alırdım. Ha bunun balası neçə günlükdür? 20 günlük. Südü nədir? 10. Neçənci qarın? 2. Qiymət? Qardaşım bax belə bir nəyi var. Gördüyünüz kimi. Bu neçənci qarındır? 3. Südü nədir? 10 litr. Balası erkəkdir, kişi bunun? Kişi nə qədər içi balası? 18 gün. Haram malıdır bu? Görən boy. Buradan görən boydakı izləyicilərimizi də salamlayırıq. Qiyməti nədir gözəl kişi? 3300. Öz təsərrüfatın olar. Allah xeyirli bazar versin. Buyurub baxa bilərsiniz.
Bazarın olsun. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Biz bu günləri Ağdamda, Çoğlan Səfərli kəndində bax belə bir fermamız satışa çıxdı. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda 1 hektarın içindədir, zaborun içindədir ferma. 055 222 25 52'dir nömrədə. Bir hektarın içindədir. Fermanın içində çəkəcəyik. Yəni tam ətraflı 10 hektarda mən bilən torpağı var. Dəqiq məlumatları verəcəyik. Bir daha deyirəm 055 222 25 52 ilə əlaqə saxlayarsınız qardaşlar. Tam ətraflı məlumatlarını verəcəyik. Düz asfaltın qırağındadır, gözəl bir yerdədir. Qiyməti də 260 min manat deyilir. 260 min manat. Yəni özünüz öz aranızda razılaşarsınız. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bax zaborun içindədir. Yəqin ki bura çobanın evidir yoxsa bura nədir? Bəli. Çobanın evi. Bu birisi də hamam tualet olar da. Hamam tualet o bir tərəfdədir. Pəyələr də ki, deməli 2 dənə qəşəng pəyəsi, 3 dənə qəşəng pəyə var içində. Bir o, bir də bu. Çəkəcəyik baxın ətraflı. Düz gözəldə bir yerdə. Sən bilərsən, bunun nə qədər torpağı var bu fermanın özünə aid? 10 hektar dedim müəllim mən. 10 hektar torpağı var. Qanuni sənəti qufçusu var. Müəllimlə ətraflı danışıq, müəllim özüsə orada nömrə deyilir. Yəqin ki o kamera sistemidir, hə? İşləyər kameralar. İşləyir. O ambarda ora. Ambarda ora. Ambarlıdır. Ambardır. Burada tövlənin biridir. Və bura yəqin ki müdiriyyətin evi olar. Müdiriyyətin evi buradır. Yəni kim istəsə qardaş, yəni qala da bilər, yəni çobana da verə bilər, qəşəng, gözəl şərait var. Buranın suyu zalı necə? Var? Suyu var, gözəl. Bax, belə kuru qavoy hasarın içindədir. Buyurub baxa bilərsiniz. Bax, belə kalotları da var, gözəl. Gördüyünüz kimi. Hazır. Aç için çəkək birini. Qoy baxsınlar. Mal üçündür, qoyun üçündür bu. Qoyun üçün. Kardeş birbaşa müəllimin özü ilə 055 222 25 52 ilə əlaqə saxlayın. Qiyməti də 260 min manat deyilir. Bax qoyun üçündür. Bura qoyun üçündür, gözəl qardaşlar. Kim nə istəsə eləyə bilər də yan alandan sonra. Burada nə var ki? Qanun sənəti qufçusu. İşığı, suyu. Burada qaz sistemi nətər? Qaz var. Qaz gəlir bura yerə. Qazı yoxdur. Amma keçər də yəni xət. Kim istəsə çəkdirə bilər də qardaş. Bax navesidir gördüyünüz kimi.
Hal-hazırda bax, çardağı yana aparıb o başa qədər çatdıra bilərsiniz. Dəmirləri var. Yəni bastırıblar. Navesi. Bu da heyvan yükləməkdən ötəli. Maşın arxasını verir bura. Buradan elə bir şey deyirlər. Yüklürlər maşına. Orada ambarzada olar. Açdın oranı. Deməli, gözəl izləyicilərimiz, bura 250 başlıq tövlədir. Çanıdakı, içərdə. Bütün Wi-Fi'dir, kameralı, hamısı sistemlər var. Suyu var, ışığı var, qazdakı yan bölünə çəkdirə bilərsiniz. Yəni problem deyil. Kalotdakı gözəl, yəni ürəyiniz istəyər. $250 baş bu tövləlikdir. Bax bu mal üçün. Yeridəki geniş, kanalizasiya sistemindəki var. O başdan da qapı var, bu başdan da. İndi hamısını çəkəcəyik, baxın. Buradakı yem ambarıdır, bu tövlənin. O tövlədəki 300 başlıq qoyundur. Bax o biri tövləninki. Wi-Fi'dir. Su ilə gedir, ha, kanalizasiya sistemi var. Var, hamısı var. Quyusu var, hamısı var. Yəni suvarma sistemi var. Gözəl. Haranı? Çəkdim oranı. Çəkdim oranı. Bağı da çəkilib, baxın hamısına. Gördüyünüz kimi bağı da var. Bax, gözəl qardaşlar. Bax bu, bağ buranındır. Bax bu fermanındır. Düz o durbalara qədər, hə? Bax, hasara alınıb durba ilə. Yəni bunlar ağaçlardan hamısı buranındır. Gözəl, gözəl. Hamamı da var. Ondan sonra hər cürə şəraiti var. Hər cürə. Bu ev neçə otaqdır? Ha? Neçə otaq olduğu bilinmir. Qardaş, bura yəni müdiriyyət burada yəni qalır, bax burada. Oradakı çobanın evidir, gələcəkdə. Buradakı 300 baş qoyun üçündür. Hamam orada, ha? Hamam İçindədir. Gözəl. Hər cürə şəraiti var. İndi torpağını da yer çəkəcəyik. Darvazası gözəl bir düz magistral yolun qırağındadır. Getdik. Bu da su sistemidir. Deməli, bax, o bu tövlə. Qoyuna baxan üçündür. Qoyun heyvanına. Bu tövlə. O tövlədə olan o evdə hər elə bir qoyuna baxan ev ayrıdır, çobanın mala baxan elə bir ayrı tikdirib müəllim. Hamısı var, gözəl qardaşlar. Yəni yerləşdirəcəyik saytda. Wi-Fi-nə qədər, kamera sisteminə qədər hamısı var. Hər bir şey var. Yəni gözəl də bir yerdə. Deməli, dəyərli izləyicilərimiz, gəldik, bax, torpağın üstünə. Ferma ilə, bax, o fermadır. Burada torpaq, yerin üstüdür. 10 hektar torpağı var. Göstərdim, deyə bir yolumuzu alaq. Yoncadır. İndi aşağıda göstərəcəm hamısını. 10 hektar torpaqdır. Bax, bu tap yer. Bax, o öz yoncadır, bura tap yerdir. Bax, bura bütöv, düz o dəriyə qədər müəllimin yeridir. 10 hektar yerdir, qardaş. Özü ilə əlaqə saxlayın, 055 222 25 52. Biz ferma, bax, oradadır, bu da yoldur.
Ferma ilə buranın arası 200 metrdir. Bax bu yer. Videomuzu elə burada da yekunlaşdırdıq. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa. Gördüyünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şey var. Bax ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Dəyərli izləyicilərimiz, gözəl qardaşlar. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk başdan müəllimin nömrəsini deyirik. Qeyd edin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 3151 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. Çəni də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə ki deyilməyəcək. Yəni müəllim bunu real satır birbaşa. Deməli gözəl qardaşlar. İşığı zaten hamısı var gördüyünüz kimi. Bu neçədir bilmirsən? Neçə heyvan bağlanır bura? Bir dənə yəni 2 addelə 96 baş. Bütün 96 baş mallıqdır. Yəqin ki suyu elə kalotla verirsiniz da. Yemi suyu kalotla, orta ilə yəqin ki araba işləyir. Aha. Gözəl, işığı var. Su içməli suyuz az nətər? Aha. Gözəl. Qoyun dobrisləri də göstərəcəyik, hamısına baxın. Yerdəki betondur, dəyərli izləyicilərimiz. Necə? Kafer. Gördüyünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni kim istəsə qoyun da eləyə bilər də. Yəni o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da elə mi? 4 otaqdır. Hamam, tualet, addellidir. Bir dənə əlavə kuxunası var. Kuxunusu da var. Hamam. Qəşəng şəraitdir. Yəqin ki bunun üstünə ot yığırsınız ha? Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də yəni 2000, 3000. Qoşa kubiklə tikilir ferma. Gözəl. Su çənidəki neçə tonluqdur bu çən? 5 tondan da çox olar, hə. Daimi su var da. Motor vursan pastanı sıcaq. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır, yəni içində yeməkdən, çöldən. İçəri ambardır. Səri ambardır. Nə gözəl. Ambardır, skılatıdır, yəni yem skılatıdır. Bu da yem skılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış var da qapı. Bir de oradan da çıxışı var dəyərli izləyicilərimiz. Gördüyünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiyiniz ambar. Deməli, bax bu da ikinci tövləmizdir.
Gözəldir, hər cür şəraiti var. Yəni buzoy saxlamaq üçün qəşəng adderləri var, gözəl. İşığı var. Yəqin ki, qaz olmaz. Yox, qaz yox. Odundan istifadə edirsiniz da. Gözəl. O başdan da qapı var, bu başdan da. Yəqin ki, elə burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırır, yəni su deyir, kanalizasiya. Kanalizasiya ilə gedirsi deyir. Nə gözəl. Orta iləndəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin içində tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da, yəni balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir, 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni qurudulub. Yəni kim istəsə, yəni balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmə? Neçə ton buna yem yığmaq olur? 200 ton. Geniş ambardır. Qabağı da qəşəng asfalt. Gözəl. Yəni 200 ton pamuk. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcəyik bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var. Belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var. Torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir. Hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu su istifadə edirsiniz? Bəli, hörüşü ona suyu. Aha. Sahəni də bax bu suyla suluyurlar. Bax, bildiyiniz sahə bax bu suyla sulanır. Sudakı daimi var. Gözəl, yəni. Yəni, bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın, qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki, bu su Qarabağ kanalından gələr. Qarabağ kanalından gəlir, gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var.
Bu gördüğünüz yerler hamısı müəllimə aiddir. Yani bak bu gördüğünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.